Assalamu aleykum əziz dəyərli izləyicilər. Yeni Ramana qəsəbəsində belə gözəl evimiz satışa çıxdı. Ana yoldan ikinci məhəllədir inşallah. Və çox möhtəşəm tikilibdir inşallah. 7 sot torpaq sahəsi içindədir. Bura besetkasına qədər yığılıbdır inşallah. Çox möhtəşəm evdir Allahın izni ilə. Monolit betondan, padval hazırdır. Yəni hal-hazırda yaşamaq olar. Prosto açar yoxdur bizdə. Açar gətirməmişəm. Belə. Monolit beton. 1-2 monolitdir. Gembol koridoru. Bura mətbəx hissəsidir. Yəni maşallah olsa çox geniş mətbəxdir var. Gördüyünüz kimi əziz izləyicilər. Yəni ideal evdir maşallah. Bura qonaq otağı nəzərdə tutulubdur. Görürsünüz maşallah çox geniş qonaq otağı. Monolit beton. Birinci mərtəbə monolit, ikinci mərtəbə monolit. Bura bir dənə yataq otağı. Bura sanitar qovşağı. Bu ikinci yataq otağı. Sonra ikinci mərtəbəni inşallah sizə təqdim edeyim çəkilişini. Daha doğrusu 3-cü mərtəbəsini. Böyük bir dənə gembol koridoru. Burada bir dənə yataq otağı. Pəncərələr də panorama pəncərələrlədir. Atmalar atılıbdır. Çorlu katı to istəsəqlər. Şöyle katı atılıbdır inşallah. Bir dənə yataq otağı. Bir dənə yataq otağı. Bir dənə yataq otağı. İkinci mərtəbənin sanitar qovşağı. Burada bir dənə yataq otağı inşallah. 1, 2, 3, 4, 5. 5 yataq otağı üçüncü mərtəbəsindədir. 5 yataq otağı. 2 dənə yataq otağı ikinci mərtəbəsindədir. Mətbəxdir, zal. Bax gördüyünüz kimi bura Miron Mebel evidir. Bu da 085 ofis. Qabağından da başına keçir. Gördüyünüz kimi önün başına keçir. Bu da yolu Allah'ın izniyle. İdeal evdir. Kimə belə gözəl ev lazımdırsa bizlə əlaqə saxlasın, gəlib baxsın. Yəni Çorlu işləri hamısı görülübdür, Çorlu işləri görülübdür. Tok sistemi çəkilibdir, kombi sistemi çəkilibdir. Suvanıbdır içərisi. Bir dənə vardılıb. Qapı pəncərəni qoy. İnşallah. Laminatını çək. Gəl yaşa Allah'ın izniyle. Yəni çox ideal evdir Allah'ın izniyle. Kimə belə gözəl villa lazımsa bizə əlaqə saxlasın. İnşallah gəlib baxsın Allah'ın izniyle. Evin böyründə də yəni böyründə də gözəl bağ üçün yeri var inşallah. Gördüğünüz bu navəsi görürsünüz inşallah sizlərə. Mənə xərc qoyubdu Allah'ın izniyle. Birinci mərtəbədə buradır. Birinci mərtəbə tam yaşayış vəziyyətindədir Allah'ın izniyle. Açar sadəcə olaraq götürməmişəm. Yoxdur açarı inşallah təqdim edə bilmirəm sizə. Üzürlü sayın. Yəni birinci mərtəbə hazır vəziyyətdədir. Evin 4 tərəfinə də hərlənmək olur. İnşallah gördüyünüz kimi 1, 2 monolit. Birinci mərtəbədə monolitdir. Yəni 3 dənə monolit beton gedir Allah'ın izniyle. Kimə belə möhtəşəm bir ev lazımdırsa bizlə əlaqə saxlasın. Videonu da baxıb bəyənməyi unutmayın. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm. Var olun. Evin çöl hissəsini bir də sizə təqdim edeyim əziz izləyicilər. Bir dənə baxın. Yəni həqiqətən də möhtəşəm bir evdir də Allah'ın izniyle. Şir verdi. Möhtəşəm bir evdir. Maşallah olsun.